Səhnədə olan insanların acıları daha böyükdür. Səhnəyə gəldiyim bir gündən ancaq vuruldum komada, əlim ayağım bağlı. Mənim çəkdiyim əziyyət heç bir xanım çəkməyib həyatda. Vəfa elə bir qızdır ki, kövrəkdir. Çox şiddət görüb. Baş əyəsi bir şou göstərə biləcək bəzi qadınlar var. Hamı öz gedib, örpəyinin altında gəzsə yaxşıdır. Adlarını açıqlamıram. Vəfanın da dostluğu yalan. Hamısının bir-biri ilə dostluğu yalandır. Nifrət edirəm necə olaraq. Qorx danışandan yox, qorx danışmayıb sakit dayanandan. Təkrar sualdan qaçma verilişi. Mən Nigar Fərhad və qonağım Mehriban Qəmbərovadır. Mehribanı demək olar ki, bütün Azərbaycan tanıyır. Mahnılarını sevir. Bugün ona veriləcək suallar tam ürəyindən, həyatından, evinin içindən olacaq və o sualdan qaça bilməyəcək. Xoş gəldin Mehriban. Xoş gördük. Necəsən bugün? Bugün yaxşıyam, həqiqətən yaxşıyam. İndi bilmirəm, sonra nə olacaq, necə olacaq. İnşallah düşərli olar. Çəkilişimiz, verilişimiz ikimiz üçün də gözəl olar. İnşallah. Amma doğrudan da yaxşısanmı? Yaxşıyam, yaxşı olmağa çalışıram. Bax, mən sənin gözündə yaxşıyam sözünü sadəcə hamının dediyi bir ifadə kimi ifadə. Yaxşıyam və səthi getdin. Elə bil ki, içindəkiləri danışmaq istəmirsən. Elə bil ki, yaşadıqlarını, elə bil ki, yorulmusanmış kimi. Əslində, necəsən sualının cavabı yorulmuşam ola bilərdi. Yorulmuşam deyəndə zaten həyat bu dəqiqə çox yorucudur. Bilirsiniz, yaşadıqlarımız, xainliklar, ondan sonra belə deyək də, ayaqdan dartmaqlar, məcazi mənada. Amma ölümlü dünyada heç kim başa düşmür ki, ölümlü dünyadır. Bu dünyadan heç kim heç nə aparmayacaq. Heç kim heç nə aparmayacaq. Bir dənə ağ aparırıq, elə adam var, vallahi ağa da heç yerləşmir. Heç o belə nəsib olmur. Heç o belə nəsib olmur. Allah Taala heç olmuyor, onu bizə nəsib eləsin. İnşallah. Bilirsiniz, yaxşı olmaq deyəndə ki, mən bu dəqiqə ən gözəl fikrim, yaxşı olmağım ancaq gözümün qarşısında öz evladımı fikirləşirəm ki, o yaxşı olsun. Mən zaten bu yaşıma qədər gəlmişəmsə, xoşbəxtçiliklə gəlməmişəm ki. Bax, yəni, o qədər xoşbəxt bir qadın olmamışam ki, xoşbəxt qadın başqa cür olur da. Mən onu da təsəvvür edə bilmirəm açığı ki, xoşbəxt qadın necə olur, onu da bilmirəm, çünki görməmişəm. Əslində, heç ətrafımda hamısı da özün bilirsən ki, müğənnilərdir, nə bilim, başqa bir ətraf yoxdur ki, oturam fikirləşəm ki, görən xoşbəxt qadın necə olur? Bəs tam əvvələ geri dönsək, 16-17 yaşları var. O vaxt ən böyük arzun nə idi? O vaxtdan ən böyük arzum əslində mənim müğənnilik olubdur. Yəni, incə sənət olub. Yəni, ruhumdan, içimdən, beynimdən, bütün damarlarımdan ancaq incə sənət gedirdi də, yəni belə axırdı. Amma özünüz bilirsiniz ki, o zamanlarda bir balaca, indiki zamanədə valideynlər maşallah olsun, hər şeyə icazə verirlər, amma əfsuslar olsun ki, əvvəllər heç kim icazə vermirdi və mən bunun üçün çox döyülmüşəm, çox yüklənmişəm, çox tükəndim, alındıra bilmədim də, yəni valideynlərimi ona heç cür qəbullandıra bilmədim ki, axı mən bunu istəyirəm. Bu olmaq istəyirdim. Valideynə qarşı içdə küskünlük. Mən onu hər zaman demişəm ki, o barədə küskünlüyüm... Ümumiyyətlə, ümumiyyətlə hamıya var. Amma valideynlərim, belə deyək də, icazə versəydi vaxtında mən çox gözəl, təhsilli bir muğam ifaçısı olardım. Hansı ki, mənim çox gözəl potensialım var bunun üçün. Ki, bu günlərim bunu əminliklə deyirəm. Üstünü basa-basa deyirəm və muğam ifaçıları bunu qulaq asarlarsa, özləri də bunu təsdiqləyərlər. Mən demirəm, bugünkü gün mən profesional muğam ifaçısıyam. Xeyr. Amma mən bu günlərim çox muğam ifaçılarının əgər dərinliyinə gedib örgənsəydim, inanın ki, hamısını yarı yolda qoyardım. Geri dönəndə valideynlərinə, elə bir kadr var ki, varmı ki, yadına düşsün və o səndə ömür boyu xatirəndə qalsın ki, bunu mənə necə elədiniz? Anasan, atasan, axı niyə bunu mənə elədin? Elə bir niyə bunu mənə yaşatdın? Bəlkə də çox bəsit bir şeydir, amma o an ki,
həkk oldu. Bir də ömür boyu səndən gedəcək. Bilirsiniz necədir? Valideyn hər zaman istəyib ki, balası xoşbəxt olsun. Kim istəyər ki, başı fatalı, bilirsən ki, mən nənəm demişkən, ədəli düdələrə getmişəm də. 2 il nişanlı qalmışam, 2 ildən sonra toyum olubdu. Ondan sonra, yəni mən belə deyim də, ağ örpəklə evdən çıxan xanım olmuşam da. Mən onu valideyn necə istəyər ki, qızı geri qayıtsın, problemlər. Mən durub burada indi o problemlərimi açıqlayıb deyə də bilmərəm. Valideynin istəyi ilə getdinlərə? Valideyn, siz necədir? Bunu mənim öz yaşıtlarımın içində məni başa düşən ancaq öz yaşıtlarımın içindəki xanımlar olar və məndən böyüklər başa düşər. Əvvəllər belə bir şey var idi. Qız 16-17 yaşına keçən kimi valideynlər narahat olurdu ki, aha, mənim qızımın ərə gedən vaxtıdır. Ərə gedən vaxtıdır və başlayırlar, indiki zamanədə heç kim işini öyrətmir. Qızına ki, ay get çayı töyük, bu yeməyi bişir. Mənim mamam 3-cü sinifdə oxuyurdum, hələ balaca uşaq 3-cü sinif nədir ki? Qonşunun qızı gəldi, lavaş yaydı, mən yaya bilmədim, əlimin üstünə nuxlu ilə vurdu ki, sən niyə lavaş yaya bilmirsən? O yaya bilir, sən niyə yaya bilmirsən? Eyni şeyi öz uşağına eləyərdin. Xeyr, etmirəm də. Deyirəm, getsin, oxusun, niyə edim ki? Düzdür, mənim də qadağalarım var özümə görə. Mən də, o elə bir iki psixologiyadan irəli gəlirmi? Öz valideynlərimdən mi irəli gəlib nədirsə o cürünə böyümüşəm deyə hiss edirəm ki, məndə də hardasa var evladıma qarşı vurmaq yox. Ümumiyyətlə, mən həyatımda qızımı bircə dəfə vurmuşam. Nə səbəb? Ana olaraq. Onda da birinci sinifdə oxuyurdu. Heç yadımdan çıxmaz, özü də bilir. İlk dəfə getdim valideyn iclasına. Zaten buradan efir qarşısında əyləşmişəm, hamısı qulaq asırlarsa bilərlər ki, sinifdə ən gözəl geyinən uşaq oydu. Hər şeyin ən yaxşısını edən valideyn mən idim də. İndi onlar, mən əlimdən gələni edirdim, əziyyət çəkirdim, tək qadın idim. Var idi yəni uşaqlar, amma mən tək olduğum üçün bir uşaq idi deyə əlimdən gələni edirdim ki, yaxşı olsun. Və gəldim, müəllim dedi ki, Nuray oxumur. Dedi, Nuray oxumur. Belədir, gəldim evə, otdum, ağladım, özümü döydüm. Yox, ağladım, özümü döydüm. Dedim, burada yemək yerdi stolun üstündə. Gəldim, dedim ki, niyə oxumursan ki? Mən axı səndən ötürü əziyyət çəkirəm bu həyatda. Niyə oxumursan da? Mən gedərəm bir qarın çörəyimi hər yerdə yiyərəm. Amma səndən ötürü mən bu əziyyəti çəkmişəm də. Atadan da söz götürmüşəm, anadan da söz götürmüşəm. Yeri gəlib qaynanadan da söz götürmüşəm. Yeri gəlib hamıdan söz götürmüşəm. Yeməmişəm, içməmişəm. İnansan bir qəpik pul qazanırdım. Qaça-qaça gedirdim, iquruşqa alırdım. Gətirirdim ki, qoy iquruşqa ilə böyüsün. Məsəl üçün, mənim valideynlərim demirəm, milyonçu olublar. Mənə çox iquruşqa almayıblar. Mən iquruşqasız böyümüşəm. Amma demişəm ki, qoy onun bütün iquruşqaları olsun. Və artıq mənə gözümü açdı, böyük gəlinimiz var. Artıq biz onu gəlin gətirmişdik. Gəldi, qayıtdı ki, bu ev eşi ancaq iquruşqadır. Bu nədir, sən pullarını niyə buna verirsən? Sən normal artıq anasan, sənin evin olmalıdır, eşiyin olmalıdır. Sən nə fikirləşsən, ancaq fikrin uşaqda, ay qoy bu kuklanı alım, ay gedim bu velosipedi alım, ay bugün bu sürüşkəni alım. Yəni, nədir bu? Yəni, bilirsiniz, ana olaraq çox şeylər evladım üçün etmişəm. İnşallah ki, bu illərim 11-ci sinifdə oxuyur. İnşallah. Heç deyərsən. İnşallah ki, universitetə girsin, başımız uca eləsin. Xoş günlərini. Mən demişəm ki, ərə getmək vacib deyil. Mən valideynlərim, onu deyirdim, sözü keçib o tərəfə gəlirəm. Yəni, valideynlərim o dəqiqə ərə get. Oxumadın, ərə get. Ay, oğlum, siz qoymadınız da oxumamağa. Ən azından bu vaxtı olub ki, oxumayan uşaq olsa da, savadsız uşaq olsa da bir valideyn olaraq fikirləşsən ki, mən gedim nəsə deyileyim, bir uşağım arasa nəyinsə də olsa girsin də. İndi mənim həvəsim olmadı heç bir sənətə. Olmadı da, qoysaydılar, məsələn, incə sənətə o həvəslə yaşayardım, girərdim. Müğənni olardın mı yenə də? Gəldin, müğənni oldun, gördün. Bu da sənə səhnə. Və səhnə arxasında nələr baş verir? Yox. Olmazdı. Olmazdı. Həqiqətən olmazdı.
Niyə? Mən müğənnilik tam səmimi deyirəm. Mən müğənnilik dərkən sadəcə olaraq içimdəki o həvəs var ha. Ancaq müğənniliyi onu fikirləşirdim. Mən oxuyum. Mən heç bir vaxt səhnə, ulduzluq, səhnə, tanınmaq, inan səmimiyyətimə heç ağlımın ucundan keçməyibdi. Heç bir vaxt. Və gedirdim toylara, özümü çox xoşbəxt hiss eləyirdim. Oxuyurdum, hər gün bir mahnı əzbərləyəndə özümü çox xoşbəxt hiss eləyirdim. Yəni ondan ki, mən bugün bunu nə gözəl oxudum, nə gözəl bunu ifa etdim və bunu öyrəndim və ancaq bəstəkar, ondan sonra elə mahnılar öyrənirdim ki, çox çətin mahnılardı həqiqətən. Sonra bir gün bir toydaydı. Bir məşhur müğənni gəldi. Toy başladı saat 11-də səhər. 11-də başladı və saat 5-də bir periodu bitdi. O qədər gözəl, möhtəşəm toy keçirdirdik. Aparıcısı da Mikail Gülətdinoğlu idi. Və ev yəsi bilsən nədir? İnanırsan, deyir, Allah sizdən razı olsun, necə gözəl toy keçirdi. Və qaldı oturdu ki, biz çörək yeyirdik. Qaldı ki, saat 7-də tanınmış müğənni var, o gələcək. Uşaqlar istəyir, vallahi sizdən yoxdur. Neyinirdim ki, nəyimə lazım idi ki? Və məşhur müğənni gəldi. Yox, sözümün, mən o məşhurluqdan danışıram. Həmin tanınmış müğənni gəldi, saat 7-də gəldi, oturdu. İnanırsan, yazıq qız oturdu, xanım idi özdə. Xanım oturdu beləncə ki, ifa eləyəcəkdi. Həmin o istəmirəm deyən kişi var idi, ha. Birinci onun yanında otdu. Ki, bayaqlarına deyirdi, evdəkilər çağırıb, mənə maraqlı deyil. Bildiniz necə? Və o boyda oxuduq biz. O qədər məclis apardıq və xanım oraya 2 saatlıq gəlmişdi. Gecə saat 1-ə qədər də toy getdi. Bir sutkalı toy oxumuşuq da orada. Təsəvvür elə ki, İnsanlardan gördüm ki, onda hiss elədim ki, həqiqətən məşhur olmaq lazımdır, tanınmaq lazımdır. Ki, bu günlərim tanınmış sima olanda hörmətin də başqa olur, sevilməyin də başqa olur. Nə bilim, hər şey başqa olur da. Məni qınayacaqlar, ola bilər qınayarlar. Vallahi, kim nə deyir desin, elədir. Bax, tanınmayanla tanınmış, amma ikisi də istedadlıdır. Biri tanınır, biri tanınmır. Ümumiyyətlə, tanınmışlıq nə verib sənə? Bax, tanınırsan, çölə çıxsan, tanıyırlar səni. Hə, məni çox tanıyırlar. Nə verir, bu sənə nə verir? Ekstra nə, hər gün gündəlik olaraq. Heç nə də vermir. Mən buradan müğənni olan xanımlar da olub. Onlar da mənə deyib ki, oxumaq istəyirəm, amma fakt başqa sənətləri var da onlar. Deyirəm, inanırsınız, sənətin gözəldir. Mən bu sənətə gəlmişəm, milyonçu olmuşam. Bundan inanın ki, bu sənətdə olmasaydı, mən o qədər qabiliyyətli xanımam ki, o qədər zəhmətkeş qadınam ki... Müğənni olmasaydın nə olardın? Müğənni olmasaydım, çox gözəl saç ustası olardım, make-up olardım. Yəni, ümumiyyətlə, o da birinci sənətdir, söz yoxdur. Yəni, onları mükəmməl bir şəkildə, inanırsan, salon açardım. Bilirəm ki, edə bilərdim də. Məsəl üçün, mən hərdən bir gedirəm haradasa, indi yox da, indi eləyə bilmirəm. Hərdən bir gedirdim, otururdum, nəsə mağazalarda, nəsə alanda. Fikirləşirdim ki, otururdum, ürəyim sıxılırdı. Mağazada kimsə satıcı gəlirdi, baxırdım ki, belə dayanıb da. Mən orada bir satış eləyərdim ki. İnan ki, bir satış eləyərdim ki, orada. Yəni, hər şeyə ürək qoymaq lazımdır da, belə deyək. Bax, müğənni oldun, gəldin, gördün səhnəni, gördün səhnəni. İndi bizi qızlar izləyirlər, hansılar ki, məsləhət də görmürəm. Eşqi ilə yanırlar ki, verilişlərdə olum, mahnı oxuyum, nə bilim, məni tanısınlar, şəhərə çıxım, desinlər, bax, filan kəs gəzir orada. Bunların hamısını yaşayırsan. Mən gəzirəmsə, mən bu günlərim məsəl üçün, mən milyonçu deyiləm ki, amma milyonçu tanıyırlar. Mən imkanlı deyiləm ki, amma büyüm mənə, bəlkə də ola bilər ki, vaxt olub, inan Allaha. Bir Allahım şahiddir deyirəm. Vaxt olub, mənim Instagramma yazıblar ki, məsəl üçün, Mehriban xanım, mənə bu yardım eləyə bilərsiniz, amma mənim evimdə pulum olmayıb. Mənim özümün ona ehtiyacım olub. Hətta. Mən
Mən o qədər tamam tanındım, Allah Taala mənə o şansı verdi, tanınmaq şansını verib. Qurban olma Allaha. Bugünkü gün 100 müğənnidən biri mənim apardığım toya apara bilmir. Amma orada da bir şans lazımdır. İnsan özünü necə pis göstərə bilər? İnsan özünü, bilmirəm saflığımdan da gəl, bilmirəm bu saf da, o saf da deyəcəklər ki, belə saf olur. Bilmirəm də, tuta bilmirəm. Yəni ancaq, yəni bu masumiyyət deyirlər, masum olmaq lazımdır. Bilmirəm. Sənə bir şey deyim, məsum adətən elə o adamlar olur ki, dili bir, sözü bir, göründüyü kimi bir. Bax, bunlar məsumdular. Çünki onlar ikinci maskanı taxa bilmirlər. Hə, yox, məsum olmayanlar, o mələk donuna girənlərdilər. Hansı ki, anlarını gözləyirlər. Harada gülmək lazımdır, harada nə bilim danışmaq lazımdır, harada artistlik eləmək lazımdır. Bax, onlar da məsum olmayanlar. Mən hər zaman deyirəm, qorx danışandan yox, qorx danışmayıb sakit dayanandan. Onlar saman altı suyu yeridirlər, xəbərin olmur ondan. Sən başqa bir kateqorisən, sözün dilindədir, sən olduğun kimi bilirsən. Olduğum kimiyəm, bilmirəm insanlar bunu niyə görə bilmirlər? Çünki sən düşünmürsənmi ki, bax, sənin haqqında rəylər yazılır da, mən bilirəm hardan irəli gəlirsən bu fikrin. Tanınmış biri haqqında rəylər yazılır sosial şəbəkədə. Oxuyursan, pis olursan, deyirsən ki, ay Allah, axı mənim haqqımda bunlar yazılır, axı mən bilirəm belə bir deyiləm. Bir şey də deyim, mən burada sənət yoldaşlarımı dışlamıram. Nə ediblərsə əcəb ediblər. Belə deyim, Allah Taalaya qurban olum. Nə işlər görüblərsə də yaxşı ediblər. Bacarana can qurban. Bu lazım olub bunu ediblər. Amma mən hərdən birdən oturub fikirləşirəm ki, demək istəmirəm əslində, bu sözləri də demək istəmirəm. Normal ərə getmişəm, normal evladım olub. Normallıqla zaten buradan hamısı bilirlər ki, halal zəhmətimlə ev almışam. Heç kim sənə almayıb bu evi. Xeyr. Mənim nə müğənni deyil idim, nə bir şey deyil idim və heç yadımdan çıxmaz o vaxtı, qoy onu da deyim. İşləyirdim, bir kiçik balaca işim var idi. Gecə gündüz işləyirdim atamın evinin içində. Buradan zaten bilənlər bilirlər. Saç düzəldirdim. Amma salonda yox. Evin içində. Öz həyətimizdə. Bütünlü gün işləyirdim, təsəvvür elə Nigar. Axşam saat 7 olanda ceyran peçimiz var idi. Nəm yayda da belə qalırdım elə. Oturdum yayda da evimizin yanından bir turba keçirdi. Hamı qutarandan sonra gedirdim bir yarım saat, 40 dəqiqə otururdum o turbanın üstündə ki, özümə gəlim də bilənçinə qalım. Və ondan sonra da kimsə mənə desəydi ki, nəsə lazımdır, gəlmək lazımdır, inansa qaça-qaça gedirdim həmən adamın evinə. Ki, gedim orada da o işimi görüm, mən pul qazanım, nəsə edim. Və o işlə qazana, qaçırdım, gedirdim, qızıl dükanı var idi. Oradan özümə qızılı alırdım. Deyirdim ki, gətirib verəcəm sənə pulunu. Asta-asta qızılın pulunu verirdim, qızıl özümə qalırdı ki, sabahsı günüm üçün. Və bu əvvəllər də özün bilirsən ki, evlər çox baha deyil idi, bu dərəcədə deyil idi də. Və istədim ki, evim olsun. Artıq fikirləşdim ki, mənim əlimdə bir hardasa 15.000 manat pulum var. Mən özümə həyət ev almalıyam, həyət torpaq almalıyam. Təbii ki, şəhər mərkəzindən ala bilməyəcəkdim deyə getdim Zabrata. Orada axtardım, evlərə baxdım və getdim, bir ev tapdım özümə. Heç yadımdan çıxmır. Burada biraz kövrələ bilərəm, həqiqətən kövrələ bilərəm. Getdim xanıma 2000 manat bizim puldan 2000 manat beh verdim. Nigar, bütün getdim qızıllarımı satdım, hamısını. Həmin o qızılları, əlimdə olan pulları satdım. Yeni il günüdür. Təsəvvür edin, ayın ikisi xanıma bütün pulları ödəməliyəm. Ödəyə bilmirəm. Nə çıxacağım var, nə tanışım var. Evdə atamdır, anamdır, qardaşlarım da cavan uşaqlardır. Biri təzə yeni evlənib, atası, anası yeni il günü onların birinci evinə gələcəkdi də. Bizim eyni evdə yaşayırdıq hamımız. Gəlin, mən, boşanmış xanım idim də. Nigar,
Bayram keçirilir. Mən pul tapamıram. Axırıncı son qəpiyim var idi. Şamın qızıl sırğası var idi. Çıxartdım qulağından, getdim onu da satdım. O da 50 manat, 55 manat pul tutdu. Təsəvvür elə. Getdim onu da satdım. Neynəsəm də bu yerdə pul qalıbdı da. Bunu verməliyəm mən. Alındıra bilmirəm. Yalan da danışa bilməyəcəm. Heç evdən də kömək eləmədilər. Bilmədim evdə var idi, yox idi, nə idisə də. Belə bir şey var da. İndi onların da əlində indi 2 manatda qalsalar, lap 300 manatları da olsa, yəni onlar da evlərindən o boyda yüklü evləri var idi. Yəni onları hətta belə bir şey də vardı. Belə də egolar var idi. Ki, hə, sən artıq ayrı yaşamaq istəyirsən. Sən artıq tək yaşamaq istəyirsən. Bu düşüncədir. Başa düşürsən, yəni valideyn düşüncəsi. Amma əslində deməli idi ki, indiki zəmanə olsaydım, mən olsaydım, deyərdim ki, bu evladımın evi bir dənə yox, 5 dənə ev olsun. Olsun da, gör məndən ömür tutub gedəcək. Mən heç onun evində yaşamayım. Bu minvalla mən eləncələr tək qaldım. Və Allaha qurban olum. Həmən vaxtı gəlinimizin anası gil bizə gəldi və mənim nə gündə olduğumu gördü. Bayram nədir? Mən bayram fikirləşirdim həmən vaxt. Ölmüşdüm, yerdən götürənim yox idi. Ağlamaq istəmirəm, inansız. Yəni, həqiqətən ağlamaq istəmirəm. Mən ağlayan qadın deyiləm. Və o xanım orada mənə kömək elədi, çox sağ olsun. Gəlinimizin anası, buradan təşəkkür edirəm. Bu arada xanım anam mahnısında da onu çəkmişəm. Nə gözəl. O öz doğmaca bacısı oğlundan aldı o pulu, verdi və dedim ki, tez bir zamanda qaytaracağam. Həqiqətən də tez bir zamanda qaytardım. Bilə kimi işlədim ki, o pulu qaytarmaq üçün. Və ata evində yad kimi özünü hiss edirdin bu ata evində? Ümumiyyətlə, mən sizə bir söz deyim. İndi yox, artıq da neçə illərdə ayrılmışam, boşanmışam. Artıq onlar da mənim subay kimi qəbul ediblər. İndi elə deyiləm. Amma ilk qaydanda, bütün qızlar bilər də bunu, çox yad hiss elədim özümü. Çox yad hiss elədim. Bir baxışlar dəyişmişdi, rəftar dəyişmişdi. Mən ata evimə çox pis vəziyyətdə gəlmişdim, Nigar. Komada gəlmişdim. Komada? Bəli. Necə yəni komada? Mən komada gəlmişəm, bəli. Bildiyimiz komada. Maraqlana da bilərsiniz. Niyə? Leyla Şıxlinskidə reanimasiya şöbəsində olmuşam. Niyə komada? Bilirsiniz, həyatdır. Həyatda hər şey olur. Mən buradan durub keçmiş həyat yoldaşımı və yaxud da ki, onun ailəsini nə dışlamaq, nə bir söz demək heç vaxt istəməmişəm, etməmişəm də. Bunu Allah şahididir. Mənim qaynanam, mənim eltilərim, mənim qayınlarım. Bugün də gedirəm. Bugün də qapılarını döyürəm. Bugün də yaxşı günündə, pis günündə də olsa yanlarında oluram. Ki, yaxşı günlərində yadlarına salsalar gedərəm, pis günlərində işləndə zaten gedirəm. Heç mənə deməyə ehtiyac yoxdur. Çünki mən o həyətdə gəncliyim keçib, saflığım olub, nə bilim, evladımın doğulduğu yerdir də. Yəni, mənim üçün ora başqa bir şeydir. Yəni, bilmirəm nədirsə, mənim zaten küsəcəyim mənim yoldaşım ola bilərdi də. Yəni, o mənə gün versəydi, mənim eltim mənə bir söz dedi. Dedi ki, qızım, bilirdi ki, mən qoçağam. Əziyyət çəkirdim bütünlü günü. Evin içində bir Allahın isti suyu da yox idi. Hamam Taliyət 300 kilometr o tərəfdə idi. Qaça-qaça gedirdim hamama, orada paltar yu əldə. Paltar yuyan cehiz aparmışdım, amma onu qoşduran yox idi. Atamgil buradan force edirdi ki, vermişik, niyə bunu qoşdurmurlar? Onlar da qoşdurmurdular da. Ortada əziyyət çəkən kim idi, mehriban idi. Soyuğun uçağında, soyuq su ilə qazanda istilədirdim, isti suyu yaxalayırdım, isti su ilə soyuq suda belə tuturdum, tez bazar onu yuyurdum. Siz danışanda hamı deyir, əziyyət çəkmişəm, əziyyət çəkmişəm. Mənim çəkdiyim əziyyət heç bir xanım çəkməyib həyatda. Heç bir xanım
17 yaşında, 18 yaşında o yataq xəstəsi bir kişiyə baxa bilməyibdi. Mən ona elə baxmışam. Qorxa-qorxa baxmışam. Çəkinə-çəkinə baxmışam. Mənim yaşadığımı heç kim yaşamayıb. Bu həyatda heç kim yaşamayıb. İstəyirsiniz, nə bilim, onu bəlkə də inansalar, nə bilim, komiyə ona görə düşmüşəm ki, o qədər belə streslər keçirtmişəm, o qədər nervlər keçirtmişəm, pis günlər keçirtmişəm ki, əslində mənim atam-anam çox məni yaxşı yaşadıblar. Evin bir qızı olmuşam. Hətta qohumlarım belə məni almaq istəyib. Elçi gəlmək istəyib, deyiblər ki, o evin bir qızıdır. Bizə gəlməz. Niyə gəlmirdim ki, gələrdim. Ki, getdiyim yer ondan yaxşı idi. Yox, heç də yaxşı gün görürdüm. Çox gözəl geyinirdim. Çox gözəl belə günlər keçirdirdim. Yox, heç nə. Çox pis gündə yəni yaşamışam. O heç olur. Həyatda ən pis yaşadığım gün evlilik həyatında yaşamışam. İstəyərdin heç geri dönəsən, normal bir ailən ola, uşağın, yoldaşın heç olmaya bu müğənnilik. Evin ola, nə bilim, evinin xanımı olasan, xoşbəxt, evin xoşbəxt bir xanımı olasan. Yoldaşın gələnə. Mən əslində, mənim ətrafımda bəzi insanlar bilir, inşallah sən də bir gün gələrsən. Mən o qədər ev canlı xanımam ki, qaynanam həmişə deyirdi ki, biraz da mən şeyəm də, belə, necə deyim, qonşuları gəzərəm də, xoşlayırdım tanışmağı, gülməyi. Yəni, bu dəqiqə də, inansız qonşularım bilmirəm kimdir, əslində blokda da. Amma xoşlayıram qonşu, qonşu sevirəm. Gəlsin, getsin, bax, qapımı döysün. Desin, nağarsan, nə var, nə var. İnansan, dünən Yusrağa gün bir yerə qonaq getmişdim, müğənni dostlarımız idi. 5 mərtəbəli evdə qalır. Ay Allah, bir gözəl qonşuları var. Dedim, mən sizdən istəyirəm, bəlkə buradan bir yerə alım gəlib. Qoca arvadlar idi, yaşlı xanımlardı, buradan öpürəm onları. Deyirəm, bəlkə mən, deyir, gəl, hər gün sənin qapında oturarıq. Qeybət eləməyə də başladı, xoşlayıram. Təsəvvür elə ki, qaynanam deyirdi ki, mən görmürəm. Bu mehriban hansı ara bu yeməyi pişirir, hansı ara bu evi yığışdırır, hansı ara bu paltarları yuyur, mən tutamıram bu qızı. Yəni, mən əlbəttə ki, xoşbəxt olası qadınam. Xoşbəxt olası, mən bugün necə lazımdır yoldaşıma da baxası bir insanam. Onun qulluğunda da durası. Əsl Ofeliyanı qınayırlar ki, dostumdur, tanışımdır, evimizin içidir. Ay corab. Valla, mən sizə bir söz deyim. Ofeliya sadəcə onu dedi, içindən gəldi, o sevgisini, istəyini, bir xanım kimi xanım olduğunu bildirmək istədi. Xoşbəxtliyini ifadə elədi. Hə, əslində o da xoşbəxtçilik deyəndə ki, onun da hardasa qırıldığı yerlər var. Elə xoşbəxt deyəndə elə kişi adamın belə pis çıxmasın, başında gül qoymur ha. Onun da ərinin problemləri ola bilər. Onların da evində problem ola bilər. Problemsiz ev var. Bugün bizim atamızın da, anamızın da evdə problemləri var. 50-60 yaşları olduğuna baxmayın. Bəlkə yalan deyirəm. Bu reallıqdır. Hamı özünü çəkib dağ başına qoymaqla döyük. Bəs qayıtsaydın geri? Yox, qayıtmağını canımı bir güclə götürüb çıxmışam. Necə qayıdım? Başqa Ölümdən birinə. çıxmışam. Yaxşı, bax bu müğənniliyi... Artıq bizim Allah rəhmət eləsin. İnanırsan, o da yadıma düşəndə çox Allah indi istəmiyim. O gəldi axırda mənim valideynlərimi ayıltdı ki, nəyə gözləyirsiniz? Uşağınız ölür. Axırda son moment bastırmağa gələsiniz. Götürün də bu uşağı. Yəni mənim qızım ərdə olmalıdır deyə bir şey var. Və bu uşaq ölür axı. İnanırsan, o kişi deyəndən sonra Hannanın özlərinə gəldilər və son anda zaten oldu. Bu dedi, yenə də məni gəldilər, üzə qoydular qaynanamla ki, qaynanam gəldi ki, dur gedək evimizə. Bayram günüdür, bayram axşamıdır, evimizdə keçirdək. Durdum, getdim. Gedəndə elə bayram axşamında şeydə keçirdim. Leyla Şıxlinskidə komada, əlim ayağım bağlı. Mehriban. Çox pis vəziyyətdə yəni. Və onda deyim, sözümü kəsməyim. Evdən danışırdıq. Mən o evi halal zəhmətimlə,
alın tərimlə qazanmışam 2 otaq kuxnası içində. Bu balaca ev olub. Bütün show biznes tanıyır o evi. Bütün show biznesi bax orada halal xoşlar olsun. Burada mən o vaxtı qızlara bəzi sözlər demişdim. Ola bilər mənim danışığım kiməsə xoş getməyib, pis olub, öz danışığım olmayıb deyə mən onu ifadə edə bilmədim. Məni qınadılar ki, elədiyi və başıma vurursan, nə bilim, neynəmsən, tövbə. Yox. Halal xoşlar olsun. Demişəm, deyirəm də, zaten onlar mənim qəlbimi bilirlər ki, mən onlarla necə davranmışam. O otağın içində biz hamımız ayaq-baş yatmışıq. Nə olub onu yemişik, içmişik, amma zaten xoşbəxt olmuşuq. İndi dost olmasaq da olar. Nə olar ki? Allah hamısının evində, ocağında, ruzsun, bərəkətin özlərinə qismət eləsin. Amma yəni mən onu demək istəyirəm ki, mən heç kimin pulu ilə o evi almamışam. Öz pulumdan almışam. Mehriban, müğənni olmaq istəyərdin yenə də? Bayaq dedim, yox. Yox. Qətiyyən olmaq istəməzdim, yəni. Bəs, deyək ki, paralel bir dünyada bir dənə Mehriban var. Onun nə səndən xəbəri var, nə də sənin ondan xəbərin var. Həmin o Mehriban, həmin o paralel dünyada bir həyatı var. Onun həyatı necədir? Amma çox xoşbəxtdir. O dünyada necədir? Nə xoşbəxt, neyinir indi? Kimləndir bir yerdə? Evi necə görünür? İşi varmı? Hardadır? O qadın necə xoşbəxtdir? O Mehriban. Mən Doğça Bürcəyəm. İlk dəfə özümü anlayanda da, Bürcümü oxuyanda orada gördüm, yazıblar ki, heç vaxt xoşbəxt olmurlar. Redka halda xoşbəxt olurlar. Və çox zaman boşanırlar. Mən onu ilk eşidəndə və heç yadımdan çıxmır. Çox gənc idim də, çox gənc idim. O qədər belə qəribə böyümüşəm ki, bürc nədir, belə şeylər nədir? Heç mən bilməmişəm ki, təsəvvür eləyək ki, mən 18 yaşıma qədər, heç 17 yaşıma qədər bilməmişəm, bürc nə olan bir şeydir ki. Necə olur o, nətər olur? Başa düşməmişəm də bunları. Və onu görəndə mən inansa bir sarsıntı keçirdim. Ki, mənim bürcümdə niyə belə yazılıbdır? Çox pis olmuşdum. Elə ki, onunla mən belə qəribə bir orada yükləndim, qaldım. Keçək o tərəfə, Mehriban çox evdar, çox gözəl ana. Zaten mən özüm baxmışam evladıma uşaqlıqdan. Bir qadın hərdən bir şey deyirəm, bax, əllərim budur. Baxırlar, əziyyət görüb də. Valla bütünlü gün elə, indi görmür də, indi paltar yumuram, indi az iş görürəm, vaxtım yoxdur, zamanım yoxdur. Vaxtı ilə mən paltar yumaqdan zövq alan bir Mehriban olmuşam, əlimlə. Görüm, az bu nə gözəl, ağappaq olubdur. Görüm, nə qəşəkdir. Ondan sonra kimsə məndən pirçina tutmasın, təsəvvürü rusca danışdım. Yəni, kimsə məndən bir səhv tutmasın. Otururdum, düşbərə bükürdüm. Görüm, onun içinə nə qədər mən düşbərə bükə bilərəm ki, nədir, xörək qaşığına. Mehriban budur. Mehriban 30-40 nəfərə xəngəl yayan Mehribandır. Nə bilim, əslində qadınıq, bunları etməliyik. Təbii ki. Valla bunları edə bilməyən qadın da var. Mehriban hər şey edir. Ailəsi üçün. Mehriban xoşbəxtçi. Mən çox pişik kimi qadınam. Sığalı çox sevirəm. Dumarı çox sevirəm. Sevilməyi çox sevirəm. Bunları həqiqətən, bütün qadınlar sevilməyi çox sevir. Amma mən elə biləm ki, onlardan daha çox sevirəm ki, mən sevilmək istəyirəm. Elə ki, sevilməyə acam. Tox deyiləm də, acam. Bilmirəm, o belə deyir, səni görüm yarım yasan, yarımamazlığımdan gəlibdir bu şeylər. Səni bu dəqiqə sevən var? Məni sevən ola bilər, belə insan olaraq da sevənlər çoxdur. Əlbəttə ki, var. Belə həyatında? Sevən var. Tam istədiyin kimi mi sənə yanaşır? Yox. Xoşbəxt eləyir mi səni? Yox.
Yox. Qətiyyən. Necə incidir səni? Nədə onun incitdiyi? Neynir ki, sənin qəlbin ağrıyır? Bilməm, xoşbəxt ola bilmirəm. Özünə də deyim. Xoşbəxt ola bilmirəm. İstəyərdin ailə Mən qurasınız. nasıl hər gün dediyim söz odur əslində. Hər gün. O gün olmasın ki, o sözü deməyim. Ona deyirsən. Hə. Nəinki demək? Hətta güdə görsən ki, otururam, özüm evdə olanda qışqırıram. Mən xoşbəxt olmaq istəyirəm. Mən xoşbəxt olmaq istəyirəm. Bəs səni, Bəlkə də inanmazsınız siz mənə. Özü bilir. bəs neynir ki, səni o xoşbəxt eləmir? Hansı hərəkətlər səni xoşbəxt eləmir? Nə bilim. İndi də bir cür xoşbəxt olmaq olardı. İndi də müğənniyəm. Bəlkə də müğənni olmasaydım, daha hər şey başqa cür olardı. Evlənərdiniz yəni. Evlənməyib deyəndə ki, mən onu bayaqda dedim, yadımdan çıxdı. Hərdən bir deyirəm ki, oturub fikirləşirəm ki, kimisə evini yıxmamışam, kimisə pislik etməmişəm, çox üzr istəyirəm, bir evladım var, ailə qurmuşam, evladım olub. Hərdən bir oturub fikirləşirəm ki, ay Allah, mən bu həyatda əslinə qalanda heç bir qadına pisliyim də dəyməyibdir. Onu da deyim. Amma ən çox tənqidi sənə qadınlar edir. Hə, heç bir qadına mənim həyatda pisliyim dəyməyibdir. Bəs sənə niyə Deyə də qadınlar? bilməzlər dəyibdir. Nə şou biznesdə, nə normal həyatda. Sonra oturub fikirləşirəm ki, ay Allah, bəs yaxşı, mən onun qarşılığında axı istədiklərim o deyil. Bilmirəm. Ondan hər şey eləyən xanımlar var ki, bu dəqiqə. Qat-qat çox. Hər şey eləyən belədilər. Mələk simasında, düzdür? Bayaq səndən otaqda onu danışırdıq. Mələk ola bilməz. Amma Mələk elə ola don bilməz. geyinirlər ki. Qurban olma Allaha. Deyir, gecə var, tezi var. Elə mən görmüşəm, qarşıma elə qadınlar çıxıb ki, həqiqətən də biz qadınları gözəl tanıyırıq. Biz yaxşı bilirik qadın dilini çox gözəl anlayır. Mən bəzən dayanmışam, fikirləşmişəm ki, həqiqətən də baş əyəsi bir şou göstərə biləcək bəzi qadınlar var ki, yoldaşlarının qarşısında özlərini o qədər belə möhtəşəm, o qədər desən ki, bu qadının dilindən bunlar çıxır. Deyərlər, nə danışırsan? Yoldaş da yəni, nə bilim. Biri də var ki, dilində sözü dilində. Məni tanıyan kəslər. Ola bilər ki, verilişimizə baxacaqsınız. Ola bilər ki, elə insanlar var ki, mənə eqolu da ola bilər. Mənə pis söz də yaza bilərsiniz. Mənə xoşa gəlməz sözlər də yaza bilərsiniz. Bir insana görünüşünə görə həyatı boyu qiymət verməyin bu həyatda. Görünüşə qalsa mənim görünüşüm budur. Amma mənim kimi bu həyatda əminliklə deyirəm sizə. Bu həyatda məndən bəlkə də yoxdur. İnanın Allaha. Məndən bəlkə də həyatda yoxdur. Ki, mən bugünkü gün şou biznesdə bəlkə də 2-3 dənə xanımdan biriyəm ki, əli ayağı təmiz, tərtəmiz evimin altında oturan xanımam. Əminliklə deyirəm bunu. Heç kim gəlib mənim qarşımda bunu deyə bilməz ki, Mehriban, sən səhv danışırsan. Çünki özüm arxayınam. Çünki özümü bilirəm. Bilirəm, oturduğum yer haradır, durduğum yer haradır, attığım addım haradır. Mehriban, mən səni tanıyıram. Mən sənin o, bilirsən necə, qeyrətli düşüncəvi bilirəm. Sən heç vaxt bir insanı, bir qadını beldən vuracaq bir qadın deyilsən. Əsla, əsla. Heç vaxt. Mənim zaten belə, o qeyrətli xanım dedin ha, mənim zaten qeyrətsiz yaşım deyil. Mənim artıq elə bir yaşımdır ki, mən zaten bu günlərim qeyri-etik, məni yoldan çıxardacaq,
hansısa bir kişi məni yoldan çıxartsın. Açıq danışıram da buradan. Hansısa bir təmənnaya görə, hansısa bir nəyəsə görə mən yoldan çıxası qadın deyiləm. Mənim artıq özüm boyda bir qızım var. Mən artıq indi özümü yox, ancaq və ancaq qızımı fikirləşməliyəm ki, sabahı bir günü var bunun. Sabah mənim qapımı döyəcəklər. Açıq bir sual verəcəm sənə. İndi səni izləyirlər, indi deyirlər də tanınmışdı. İndi baxma, Bəli. evi bilirik ki, evi özünə almışsan, başqa evi, maşını və s. imkanı, geyimi, keçimi, gözəlliyi, baxımı, hamısı yerində. İndi nə inirsən elə, yenə çıxacaq bir 3-5 nəfər deyəcək ki, yox, nə danışırsınız? Biz bilirik ki, onu kimsə arxasında dayanıb, mütləq onun maddi dəstək göstərir. Nə inir yoxsa, necə çıxır oxuyur, necə özünə bunu alır, necə onu alır? Və o insan qarşında dayansa, səndən onu, sənin haqqında onu deyən, qarşında dayansa, o insana nə deyərsən, üzbəüz, nə deyərdin ona? Elə bir ki, o rəydəki adam bu dəqiqə qarşındadır. Nə bilim, nə deyərdim, heç onu da bilmirəm. Nasıl heç o barədə də fikirləşməmişəm ki, ona nə deyərdim. O nəslində, kökündə başa düşə bilmədim. Ümumiyyətlə, bir söz deyim sizə. Bu həyatda hamının nəslində oğrusu da var, əyrisi də var. Hamının nəslində pisi də var. Filankəsi də var, filankəsi də var, filankəsi də var. Adlarını açıqlamıram. Ona görə hamı öz gedib, örpəyinin altında gəzsə yaxşıdır. Mən demirəm, ağappaq qaşığam, məndən yoxdur bu həyatda. Amma bir damcı da olsa, görün də, nə olar ki? Görün də, bu qız nə qayırıb sizə? Bu qız pis bir şey eləyib. Neyiniyib də, nə iş görüb, hansı bir səhvimi görmüsünüz? Hansısa bir qadını gözü yaşlı eləmişəm. Bəlkə görmüsünüz? Eləyənlərə elə gözəl sözlər yazırlar. Eləyənlərə elə gözəl söz yazırlar. Bilmirəm, cadu elətdiriblər. Bilmirəm, nə elətdiriblərsə, deyim, yerim mən də gedim elətdirim. Həqiqətən, o ədalətsizliyi mən də bəzən görürəm. O, biz bilirik də kim nə eləyir, nə eləmir. Eləyir, yaxşı eləyir. Vallahi mən onlara pis baxmıram. Baxıram ki. Yaxşı eləyir, o bərədə yox. Heç bir zaman kimisə xoşbəxtçiliyin üstündən xoşbəxtçilik etmək olmaz. Ən yaxın kimdən idin rəfiqə? Ən yaxın rəfiqən kim idi? Mən ayırmırdım. Çünki biz özümüz bir şey şəklində, şəbəkə şəklində idik. Belə deyim. Aysun idi. Ən çox Aysun istəmişəm. Aysun İsmail. Hə. Aysun heç, Aysun. Hə. Çox sevirəm. Aysun idi. Vəfa idi. Sonra Nəfəs idi. Amma biz bilsin, tək başına deyilik. Tamam, tək başına hərdən bir ən çox Aysunla qalmışam. Məsəl üçün, Vəfa biraz təkliyi sevən qız deyil idi. Yəni, ümumiyyətlə təkliyi sevmirdi. Ona görə, onda körpəsi var idi. Mənim artıq qızım böyük idi. Yığırdı. Mehoş, hardasan? Mehoş, hardasan? Dur, gəl də. Ümumiyyətlə təkliyi sevən qız deyil. Mənim yadımdadır ki, Vəfa ilə Şəbnəmin arasında narazıçılıq, narahatlıq, mübahisələr olanda sən Vəfanı çox dəstəklədin o dönəmdə. Vəfa onu da deyəsən Moskvadaydı. Nəsə olmuşdu, mahnı söhbəti idi o aralarda deyəsən. Yox, mən o barəsində heç vaxt qarışmamışam. Çünki Şəbnəm xanımı da çox sevirəm. Amma dəstəyin var idi Vəfaya o arada, yoxsa? Mən Şəbnəm xanımla çörək kəsməmişəm. Açığı deyirəm. Vəfa xanımla tonlarla çörək kəsmişəm. Tonlarla. Yəni bu bir dəfə, 2 dəfə, 3 dəfə olası deyil də. Biz bir-birimizdən tonlarla çörək kəsmişik. Ona görə də düzdür, indi o deyilik. İndi soyumusunuz mu? Soymuşuq deyəndə ki... Gündə, hər gün danışırsınız mı, yoxsa həftədə bir dəfə? Yox, qətiyyən. Həftədə bir dəfə danışırıq? Yox, heç həftədə də danışmırıq. Ayda bir dəfə? Heç ayda da danışmırıq. Onda soyumusunuz. Soymuşuq, təbii ki. Heç nədən ötürü, yəni inansan, yenə araya kimi böyük bir şey yox idi, inansan. Heç böyük bir şey də yox idi. Amma mənim prosto qəlbim küstü də. Yəni insan bir dostluq eləyəndə səhvsiz insan yoxdur ki, hamı dostuna qarşı səhv eləyə bilər. Mən bugün səninlə dostluq eləyim. Biz elə düzlük amalı deyilik ki, sən də bir gün səhv addım ata bilərsən, mən də səhv addım ata. Elə o dəqiqə dostluq pozulmalıdır. Nə olmuşdu ki orada? Nə baş vermişdi ki Vəfa ilə aranda? Heç nə, inanırsınız. Bir şeytan var idi. Misal üçün, nə olmuşdu? Belə deyim də, məsləhət görmüşdü mənə ki,
yaxşı insan yox, işi ehtiyatlı qur. O xanımdan ehtiyatlı ol, Vəfa demişdi mənə. Hə, Vəfa demişdi ki, filan kəsdən ehtiyatlı ol. Hə, ehtiyatlı ol ki, sonra problemin çıxmasın. Çünki mən sənə calamışam da bunu. Başa düşdün? Hə. O xanım da, yox, tanımazsınız siz. O xanım da həqiqətən gəldi mənə bir balaca problemlər yaşatdı. Çox böyük problemlər yaşatdı. Və mən aqressiv olaraq bir kəlmə işlətdim ki, elə Vəfa düz deyirmiş, sən busan. Mən işimi tutmalıydım və o məndən incidi, o sözümə, niyə demirsən? Yəni, belə olubdu və o inciyəndən sonra da bir balaca da, onun da səhvləri oldu. Mən gözlərim, hər şeyi boynuma alıram. Yox, qətiyyən. Yox, mənim heç kimə ehtiyacım yoxdur bu həyatda. Heç ehtiyacım da yoxdur dostluq artıq. İstəmirəm də. Zaten onların hamısının dostluğu yalandır. Vəfanın da dostluğu yalandır. Hamısının bir-biri ilə dostluğu yalandır. Vəfa ilə Aysun yaxşı rəfiqədirlər. Allah başa qədər eləsin. Mən nə deyirəm? Mən, bax, Vəfanın da yaxşı gün olsun, yanımdayam. Heç vaxtda kinim, küdurətim yoxdur. Toba. Aysun da onun kimi, Türkan da onun kimi, Nəfəs də onun kimi, Zeynəb də onun kimi, qətiyyən, ümumiyyətlə mənim o adda adamlarla heç bir problemim yoxdur. Hamısının da yaxşı gün olsun, Allah heç pis gün göstərməsin. Yaxşı günlərində yanındayam. İstəsələr yanında olaram, istəməsələr də yenə də canları sağ olsun. Fark etməz. Amma bax, bu kəlmən ki var, o kəlmənin arxasında bildiyin çox şey varmış kimi səsləndi. Onu açıqlama zaten. Onu açıqlamayacağım. Etik olmaz, hə, biz açıqlasın. Açıqlamayacağım. Amma dedin ki, onların bir-birləri ilə dostluğu onsuz da yalandır. Zaten başlayanda hamısı mənim yanımda olub da dostluqların. Görmüsən yəni. Biz bir şəbəkə idik. Belə deyim də, saç ustasıydı xanım. Biz hamımız onun yanına gedib gəlirdik və hamımız orada bir-birimizlə tanış olmuşuq. Yəni o salonda ki müğənnilər. Oradan bir-birimizi tanımırsınız. Yox, mən Vəfa ilə ümumiyyətlə biz bir yerdə restoranlarda işləmişik, gənclik vaxtlarımızda heç tanınmış deyilik. Hə, amma Aysun xanımla, Nəfəs xanımla, ondan sonra Türkan xanımla, Zeynəb xanımla biz hamımız ortaq olaraq, yəni salondan gedib gələ-gələ, o xanım hamı ilə dostluq edirdi. Məsəl üçün gedib hansı restoranda otururduq, hamımız yığışırdıq. Elə-elə artıq bizim bir dostluğumuz yarandı. Bax, sən bir sual. Vəfanı sosial şəbəkədə çox tənqid edirlər. Hə, pis oluram. Görürsən. Səncə izləyicilər tərəfindən bu ədalətlidirmi yoxsa? Mən deməzdim, çox tənqid edirlər. Çoxdur. Çox da sevirlər, çox da gözəl sözlər yazırlar. Vəfanı həyat yoldaşı Familə görə çox tənqid edirlər. Ki, Familin ilk həyat yoldaşı var, yəni öz həyat yoldaşı var, övladları var, bəs evli birindən dünyaya övlad gətirib. Sırf bu mövzuda Vəfanı çox tənqid edirlər və üzərinə çox gedirlər. Harada da görsələr, mən baxıram o sosial şəbəkədə bizim qarşımıza çıxır. Dəhşətli dərəcədə Vəfaya qarşı bir baskı var. Amma Famili heç kəs sorğulamır və Familin, belə deyək də, axı bu könüllü şəkildə Famil gedib bunu eləyib. Hansı ki, Vəfa da atasız, anasız bir qız olub da. Bilirsiniz, mənim hamısı gözümün qabağında olub. Onların sevgiləri də, onların istəkləri də, uşaqları da, Allah saxlasın, Məhəmmədi, Məryəmi. Mən bu barədə danışmaq istəmirəm, amma hər şey göründüyü kimi deyil ki. Sizcə hər şey asanlıqla gəlib belə ola bilərdi? Əlbəttə ki, Vəfanın çox əziyyətləri də olubdur. Nə kimi? Çox şiddət görüb. Famil tərəfindən. Bunu bilirəm. Gözünün qabağında o Famil ona şiddət göstərir. Göstərib, düzdür, arxasında da durub Famil. Çox durubdur. Onun da dostları onu linç eləyirdi gözümün qabağında. Ki, bu olmaz, bu olmaz. O da onu sevirdi, o da onu istəyirdi. Qarşılıqlı bir sevgi var idi. Amma indi ailə idi də, bir-birləri ilə dalaşırdılar da, olurdu da. Mən ona görə hər zaman pis olurdum. Famil ona şiddət göstərəndə, yəqin ki, bu Vəfanın qısqanclığından olub. Söz söhbətlər.
ancaq söz söhbətdir. Ömür billah o söz söhbət onun başında qalxınca olub. Ömür billah. Və hər kəs vəfanı günahkar görür, amma Yaşadıqlarını vəfanın yaşadığı görməyiblər. bir acılar var ki, Yaşadıqlarını görməyiblər ona görə. Aysa vəfanın bir Yaşadıqlarını acısı var görməyiblər. ki, onu heç kəs görməyib. Məsəl üçün familin hər dəfə evinə getməsi, hər dəfə ailəsinə getməsi və qərar verə bilməməsi və s. Və bunları sən görmüsən. İnsanlar vəfanı qınayanda həmişə heç görüblərmi o biri tərəf vəfaya nələr yaşadıb? Zaten bu söhbətlərdə kişini qınayan yoxdur. Hamı qadını qınayır. Ki, sən elədin, sən elədin, sən elədin. Bu bir qadındır. Bu xoşbəxt olmaq istəyir. Bugünkü tək qadındır, atasız, anasız, nənə umuduna yaşayan bir xanımdır. Hər şeydən qəlbi qırılmış bir xanımdır. Bugün bir insan çıxır bunun qarşısına, onu xoşbəxt edəcəyini deyir. Ona yaxşı gün verəcəyini deyir, hər şey gözəl olacağını deyir ki, hansı ki etdi də. Əslinə qalanda mən onun da haqqına girmiş olaram ki, bugünkü gündə zaten xanım özü də boynuna alır bunları. Amma bəs o kişinin də belə deyim də qıraqda bir ailəsi var da, bunu hamı bilir. O qadını da fikirləşirəm. Tamam, insan bəzi şeylər var ki, səhvlər var ki, onları etməz. Nə kimi? Nə kimi? Bir ailənin üstünə bir ailə etmək olmaz. Bu qətiyyən olmaz. Bir qadını gözü qaşda qoymaq olmaz. Yəni familin həyat yoldaşı ağlayırdı, çox zülmlər mi çəkir? Hansı qadın ağlamaz? Bax, Mehriban, o dönəmlərdə famillə vəfanın yanında olan adam sənsən. Hamı vəfanı qınadığı bir gündəmdə, hamı vəfanı qınadığı bir dünyada bir gün bir rəfiqəsi olmuşsan və hələ də bilirəm ki, sən onun arxasındasan, nə olur olsun. Sən o qızı tək buraxmarsan, o sənsən. Yox, rəfiqəsi olmaq deyəndə rəfiqədən keçib artıq. Yəni, rəfiqə sözünü işlətmək istəmirəm. Ən azından mən kimisə rəfiqəsi olsaydım, ən azından efirlərin birində də olsa deyərdi ki, keçmişdə filan adam adında bir adam var idi. Vəfa elə bir qızdır ki, kövrəkdir. Qəlbi uşaq qəlbidir. Mən elə gəlir biraz dəyişilibdir. Əvvəllər tamam fərqli idi. Yəni, əvvəlki vəfa tam başqa idi. Uşaq idi. Tam başqa idi. Bəlkə yaşadıqları onu belə elədi. İndi tam başqadır. Bax, sənin o gördüyün var da, famil tərəfdən ona olunanlar. Bizim ikimizin də bildiyimiz bir şey var. O nələr yaşayıb ki, onu gözündən görmürsən və bugün vəfaya ürəyin ağrıyır, o yadıva düşəndə. Bir vəfaya yox ki, hansısa bir xanımın başına gəlsə ürəyim ağrıyır. Nə başına gəlib ki onun? Yəni, asan bir şeylər yaşamayıb da o xanımda, yəni. Asan bir şey. O deyir, nəysə belə yağlaya-yağlaya, yağın üstünə deyir, çörəyin üstünə yağı çəkib belə yeyim deyə bir şey yox. Vəfaya hədə Mən qorxu onların bu gəlmir. hədə verməyəcəyini gör, bəsdir. Nifrət edirəm ücə olaraq. Yaxşı. Çünki dostluğu bacarmayan insanlar da ona görə mənlik deyirlər. Mən fərqli olmuşam onlara qarşı. Amma bugün burada olsa, qucaqlasa səni. Hə, qucaqlayaram. Niyə qucaqlamıram? Qucaqlayıram, elə biləm ki, əvvəlkidir. Çünki mən həqiqətən onu çox istəmişəm. Tam səmimi deyirəm. Çox istəmişəm. Qəribə bir artıq aramızda çox demirəm sənə, elə olurdu ki, mən artıq evimdə oturmurdum. O yeni ailə qurmuşdu, uşağı da balacaydı da. Ancaq deyirdi, mən haradasan, mən oya gedək. Başa yəni belə. Bəlkə bugün qəlbi ağrıyır, qəlbi sızlayır. Bir qəlbi ağrıyır, hamıya ağrısında, yəni. Padruqalar var. Çoxdur. Mən inanıram ki, Vəfa səni çox istəyir. Mən ona çox inanıram və bilirəm ki, Vəfanın ürəyi doğrudan da yufka qəlbli deyirlər, o elədir və Allah onu xoşbəxt eləsin. bir qadındır. Düzdür, özünün xoşbəxtçiliyindən keçib. Artıq Vəfanın 36 yaşı var. Maşallah olsun, Məryəm böyüyür, məktəbə gedir, oğlu da böyüyür. Bilirəm ki, o da qarışqa kimi xanımdır. Yəni işləyən xanımdır da.
O bu dəqiqə əlləşir ki, balalar xoşbəxt olsun. O mənim kimi fikirləşir. Mən xoşbəxt ola bilmədiklərimi qoy balalarım yaşasın, balalarım xoşbəxt olsun. Amma acı çəkir və sən onun acılarını bilirsən. O da sevgi istəyər də, o da istəyər sevilsin. Ondan sonra... Famil kimi birini seçərdinmi? Mən yox. Qətiyyən. Heç vaxt. Səbəb? Amma belə dəstək olur da. Dəstək nə olsun? Dəstək olan deyil, hər şey yaxşı olmaq o deməkdir ki. Dəstəyi normal insan da ola bilər. Xarakteri olaraq, yəni sakit, belə deyim, daha çox nəvaziş göstərən bir kişi də dəstək ola bilər insana. Bəs sənin həyatına geri dönsəm, Mehriban, sənin həyatındakı insan sənə qarşı bayaq dedin ki, deyirəm, bəzən deyirəm ki, mən xoşbəxt deyiləm. Sənin həyatındakı o insan, ondan gözləntilərin nədir ki, o sənə onu verə bilmir? Ondan gözləntilərim çoxdur. Mən ona nə gözləyibsə, hamısını etmişəm. Evlənmək istəyərsən ondan? Evlənmək bilmirəm. Bilmirsən. Mən başa düşdüm. Yaxşı. Əgər sən doğulmamışdan öncə, bu bir son sualdır. Sən doğulmamışdan öncə sənin qismət kitabını yazıldığını görsəydin, orada taleyini necə yazardın? Çox sakit. Çox sakit həyat istəyərdim. Gözəl ailə istəyərdim. Bağlı bağçalı evim olardı. Bina ev istəmirdim də təbii ki. Bağlı bağçalı evim olardı. Qızım həmişə qardaş istəyirdi. Gözəl bir qardaşı olardı. Tək olmazdı. Bir qadın olaraq evimdə xoşbəxt yaşayardım. Evimin öhdəçiliklərini bilərdim. Öhdəliklərini bilərdim. Nə bilim. Amma bu qismətini belə yazmazdın. Yarımçıq qaldı. Bəxtim yarımçıq qaldı. Və Mehriban Qəmvərova idi. Tanıdınız daha yaxından. Və gördünüz, bəzən tanıdığınız insanlar elə bilirsiniz ki, tanıdıqlarınızdır. Amma əslində onları heç tanımırsınız. Mən hər zaman deyirəm, səhnədə olan insanların acıları daha böyükdür. Nəinki səhnə arxasındakılar. Gələn verilişdə görüşənədək.